Antiterror əməliyyatlarında böyük şücaət göstərərək öz canından keçib şəhidlik zirvəsinə ucalan Abbasov Zamin Xəqani oğlu 1993-cü il mart ayının 8-də Qubadlı şəhərində dünyaya göz açıb. Zaminin ailəsi Qubadlı rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində məcburi köçkün kimi Sumqayıt şəhərində müvəqqəti məskunlaşıb. Zamin Abbasov 2000-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2008-ci ildə həmin məktəbin 8-ci sinifini bitirərək Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub. O 2011-ci ildə həmin liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olub və 2015-ci ildə akademiyanı bitirərək peşəkar hərbiçi kimi xidmətə başlayıb. Ermənistanla şərti sərhəddə ön xətt briqadasında xidmət edən Zamin Abbasov 2016-cı il aprel döyüşləri zamanı xüsusi şücaət göstərib və komandanlıq tərəfindən döyüşdə fərqlənməyə görə medalı ilə təltif olunub. O 2020-ci il Vətən müharibəsində də yüksək igidlik nümayiş etdirərək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Abbasov Zamin Xəqani oğlu Cəbrayılın azad olunmasına görə, Qubadlının azad olunmasına görə və Laçının azad olunmasına görə medalları ilə təltif edilib. O həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə də mükafatlandırılıb. Azərbaycan Respublikasının Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Baş leytenant Abbasov Zamin Xəqani oğlu Xocavənd rayonunda qəhrəmancasına şəhid olub. Ailəli idi. Bir övladı yadigar qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.